Videoda da görmüş olduğunuz kimi iki dairə hərəkət istiqamətində bir-biri ilə toqquşur və bu toqquşma nəticəsində hər iki dairənin mərkəzindən bir düz xətt çəkilir. Baxın, bu düz xətt distance, yəni məsafə adlanır. Bəs bu dairələrin toqquşma anında bir-birindən hansı məsafədə uzaq olduğunu koordinat sistemində necə bilmək olar? Bunun üçün də biz katetlər çəkirik bu şəkildə və bunlar dx və dy koordinat adlanır. Və görmüş olduğunuz kimi ortada bir fiqur yaranmış olur. Bu fiqur düzbucaqlı üçbucaq adlanır. İndi düzbucaqlı üçbucaqda katetlər verilibsə, yəni katetlərin qiymətini biliriksə, digər tərəfi necə tapırıq? Bunun üçün də bizə Pifaqor teoremi lazım olacaqdır. Pifaqor teoremində də necə istifadə olunur kod tərəfində? Yəni riyazi tərəfdən bilirik ki, hipotenuzu tapmaq üçün hipotenuzun kvadratını bərabər edirik katetlərin kvadratları cəminə. Burada isə c-ni bərabər edəcəyik kök altda katetlərin kvadratları cəminə. Yəni bu Pifaqor teoreminin yazılış formasıdır və biz bunu JavaScript-də də istifadə edərək dairələrin toqquşduğu andakı məsafəni Pifaqor teoreminə görə hesablamış olacaq. Bəs bu JavaScript-də necə hesablanır, necə yazılır? İndi isə kod tərəfinə keçid alaraq bunu görmüş olacaq.